Salam dostlar. Dünyada minlərlə xalq, yüzlərlə mədəniyyət və saysız-hesabsız adət-ənənə var. Amma bəzən elə adətlərə rast gəlirik ki, sadəcə inanmaq olmur. Bugünkü videomuzda sizə dünyanın ən qəribə, bəzən qorxulu, bəzən də gülməli 10 adət-ənənəsini təqdim edəcəyik. Hazırsınızsa başlayaq. Hindistanda əlləri yumaq olmaz. Hindistanın bəzi kəndlərində gəlinlər evləndikdən sonra 40 gün boyunca əllərini yumaq qadağandır. Bunun pis ruhları qovduğuna inanırlar. Əlbəttə, bu günlərdə gəlinin yanında daim başqa qadınlar olur ki, ona kömək etsinlər. Gigiyenik baxımdan çətin olsa da, qədim inancları hələ də bəzi yerlərdə davam edir. İndoneziyada ölü ilə rəqs mərasimi. İndoneziyanın Toraja qəbiləsində hər il ölülər evdən çıxarılır, geyindirilib küçəyə çıxarılır və ailə üzvləri ilə gəzdirilirlər. Bu ənənəyə manene deyilir. Onların inancına görə ölülərlə bu şəkildə ünsiyyətdə qalmaq ailələrə uğur gətirir. Bizə qəribə gəlsə də, onlar üçün bu hörmət əlamətidir. Yaponiyada Naki Sumo, körpəni ağlatma yarışı. Yaponiyada sumo güləşçiləri hər il keçirilən festivalda körpələri qucaqlarına götürür və onları ağlatmağa çalışırlar. Kim tez ağlada bilsə, qalib odur. İnanclara görə körpənin səsi pis ruhları qovur və uşağa sağlamlıq gətirir. Maraqlısı budur ki, valideynlər də bunu normal qəbul edir. Afrikada dodaq lövhəsi adəti. Efiopiyanın Mursi qəbiləsində qadınlar evlənməzdən əvvəl dodaqlarına gil lövhə taxırlar. Lövhə nə qədər böyük olsa, qadının gözəlliyi və ailənin var-dövlətinə işarə edir. Bu adət dünyanın başqa yerlərində çox qəribə görünsə də, orada status rəmzidir. Koreyada ölü toyları. Cənubi Koreyada bəzən gənc yaşda dünyasını dəyişənlər üçün ölü toyları təşkil edilir. Ailə övladlarının ruhunun xoşbəxt olacağına inanır və onu rəmzi şəkildə evləndirirlər. Qəribə görünsə də, bu mərasim hələ də bəzi yerlərdə davam edir. Yeni Zelandiyada Haka rəqsi. Maori xalqının ən məşhur ənənəsi Haka rəqsi. Əslində, bu rəqs düşmənləri qorxutmaq üçün edilmişdi, amma bu gün toyda idman oyunlarından əvvəl, hətta yas mərasimlərində də icra olunur. Qışqırışlar, üz ifadələri və hərəkətlər çox güclü emosional təsir yaradır. Çin, ayaqları kiçiltmək adəti. Çində yüzlərlə qadınların ayaqları xüsusi sarğı ilə bağlanaraq böyüməsi əngəllənirdi. Buna lotus ayağı deyilirdi. Kiçik ayaqları gözəllik rəmzi hesab olunurdu. Təəssüf ki, bu ənənə minlərlə qadının həyatını əzab içində keçirib. Amazon meşələrində qarışqa əlcəkləri. Braziliyadakı Satere Mave qəbiləsində oğlanların kişi sayılması üçün əllərinə canlı, güclü qarışqalarla dolu əlcək geyindirilir. Oğlan bu əlcəkləri geyinib ağrıya dözməlidir. Bu onların gücünü və cəsarətini göstərir. Tanzaniyada cadugərləri ovlama adəti. Bəzi Afrika qəbilələrində hələ də cadugar ovları keçirilir. İnsanlar bəzi şəxslərin cadugərlik etdiyinə inanır və onları cəzalandırırlar. Bu həm qorxulu, həm də çox mübahisəli ənənədir. Filippində ölü bayramı. Filippində hər il ölülər üçün böyük ziyafətlər təşkil edilir. Ailələr qəbristanlığa yığışır, yemək yeyir, musiqi çalır və bütün gecəni əylənirlər. Onların inancına görə ölülərlə belə birgə vaxt keçirmək onların ruhunu şad edir. Dostlar, gördüyünüz kimi dünya olduqca rəngarəngdir. Bizim üçün qəribə, hətta anlaşılmaz görünən bir adətlər başqa xalqlar üçün müqəddəs və çox dəyərlidir. Sizcə bu ənənələrdən ən qəribəsi hansıdır? Fikirlərinizi şərhlərdə yazın. Kanala abunə olun və növbəti maraqlı faktlarla dolu videolarımızı qaçırmayın.